İnanmadığını açıq-aydın dilə gətirən İlkin, Vüsaldan fərqli olaraq bilmək, anlamaq, təhlil edərək qərar qəbul etmək tərəfdarıdır. Deməli, Vüsal deklarativ bilik növünə, İlkin isə konseptual bilik növünə əsaslanır. Biliyin növlərini araşdıran psixoloqlar sıralamalarında deklarativi birinci, konseptualı ikinci və digərlərini müvafiq olaraq daha üst mərtəbələrə qoymaqla hər bir bilik növünün özündən əvvəlki mərtəbədəkindən daha üstün və mürəkkəb olduğu qənaətindədir. Evdə müxtəlif arxetiplərin, ideya daşıyıcılarının olduğunu nəzərə alsaq, buranı cəmiyyətin ümumiləşmiş obrazı kimi qəbul edə bilərik. Görünən odur ki, konseptual biliyə əsaslanan İlkin cəmiyyətdə baş verən proseslərə təslim olaraq deklarativ biliyin təsiri ilə barışır, başqa sözlə məğlub olur. Düzdür, filmin ideyasını bu cümlə ilə izah etsək, hər birinizin nə vaxtsa buraxdığı səhv genlərinizi daşıyan nəslinizə ödətdirilə bilər. O zaman səfərə çıxan qəhrəmanı inisiyasiyasını başa vuraraq dirlik suyuna, başqa deyimlə, nəslinin lənətdən xilasına nail olmuş kimi qalib hesab etmək olar. Amma paralel yanaşmaya da hüquq vermək istərdim. Belə ki, daha dərin qatda ideyası cəhətdən məğlub olduğunu, cəmiyyətin imitasiyası olan evdə xurafatla mübarizəyə cürət etmədiyini əsas götürüb, onu nəinki qalib, heç qəhrəman da hesab etməmək olar. Hər iki halda senaristin personaja verdiyi xarakter və Hikmət Rəhimovun da mükəmməl oyunu nəticəsində İlkin obrazı tamaşaçı ilə empatiya qurmağı bacarır. Özünü sevdirir, problemi ilə nigaran salır, uğuru ilə sevindirir. İlkin, nəsə olub? Yox, heç fikrə getmişdim. Əlim dəydi, heykəli sındırdım. Heç nə sınmayıb axı, heykəl yerindədir. Filmdə aktyor oyunundan danışmışkən, Habil və Günay obrazlarına can verən Qorqud Cəfərli və Zarina Qurbanovanı da xüsusi qeyd etmək istərdim. Onların da müxtəlif xarakter yaradıcılığı ilə müəyyən qədər tanışam və rollarının haqqından məharətlə gəldikləri qənaətindəyəm. Dəli eləyirsiz adamı. Necə nəyə ay Vüsal? Eşidirsən özürsən?